Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti dərslərimizə davam eləyirik. Deməli, növbəti dərsimizin mövzusu məqsəd və intonasiyaya görə cümlənin növləri olacaq. Məqsəd və intonasiyaya görə cümlə növləri. Bunları ümumiyyətlə biz məqsəd və intonasiyaya görə cümlə növləri niyə deyirik? Çünki biz cümləni qurarkən, ümumiyyətlə cümlələrdən istifadə edərkən bizim bir məqsədimiz olur. Və həmin məqsədə əsasən müxtəlif cümlə növlərindən istifadə edirik. Uşaqlar, məqsəd və intonasiyaya görə cümlənin 4 dənə növü var. Birincisi nəqli cümlədir. Nəqli cümlə. Üzr istəyirəm, biraz səsim tutulub, ona görə səsimdə bir problem yaranarsa, buna görə əvvəlcədən sizdən üzr istəyirəm. Əmr cümləsi. Üçüncüsü sual cümləsi. Və dördüncüsü nida cümləsidir. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və nida cümləsidir. Məqsəd və intonasiyaya görə cümlənin növlərinin sırasında. Deməli, uşaqlar, bax, insan məqsədinə görə, intonasiyasına görə müxtəlif cümlələr qura bilər. Nəqli cümləni biz nə üçün istifadə edirik? Xəbər vermək, məlumat vermək, fikir çatdırmaq, kiməsə hər hansısa bir xəbəri çatdırmaq üçün istifadə edirik. Xəbər vermək məqsədi ilə istifadə edirik. Buna biz nəqli cümlə deyirik. Əmr cümləsi hər hansısa əmrimiz, əmr, arzu, xahiş, istək, dilək və s. Məsələn, bu kimi arzumuz, istəyimiz, xahişimiz, əmrimiz olduqda biz əmr cümləsindən istifadə edərək fikrimizi çatdırırıq. Sual cümləsi isə cavab almaq, kimdənsə cavab almaq və ya sual vermək məqsədi ilə istifadə olunur. Nida cümləsi isə hər hansısa bir fikri, bu sual da ola bilər, bu xəbər də ola bilər və yaxud da əmr də ola bilər. Təkcə nidadan da ibarət ola bilər. Biz bunların hər birini əgər yüksək tonla, yüksək həyəcanla, yüksək hisslə çatdırırıqsa, bu zaman nida cümləsi yaranır. Yüksək hiss həyəcanı ifadə edir. Bunların hər birinin özünə məxsus durğu işarələri olur. Ümumiyyətlə yadınızda qalsın, sual cümləsi ilə nida cümləsinin hər ikisində durğu işarələri sabitdir. Yəni, əgər cümlənin sonunda sual işarəsi görürüksə, buna biz sual cümləsi deyəcəyik. Cümlənin sonunda nida işarəsi görürüksə, ona hər zaman nida cümləsi deyəcəyik. Yəni, işarəni gördünüzsə, işarə ilə tapacaqsınız sual və nida cümlələrini. Əgər sual işarəsi varsa, sual cümləsi götürəcəksiniz. Nida işarəsi varsa cümlənin sonunda nida cümləsi götürəcəksiniz bunu. Bu sadədir, bəsitdir. Məsələn, sual cümləsini deyirəm, tutaq ki, sən bizə gələcəksən, sual verirəm. Daha sonra məsələn, nida cümləsinə deyirəm ki, ura, dərslər açıldı, məktəb açıldı. Yəni, sevinç nidasından istifadə edirəm həm içərisində, həm də bunu yüksək hiss həyəcanla deyirəm. Bu zamanda nida cümləsi yaradıram və sonunda nida işarəsini qoyuram. Yəni, siz sabit şəkildə hansısa cümlənin sonunda nida işarəsini görəcəksinizsə, nida cümləsi götürəcəksiniz onu, sual işarəsini görəcəksinizsə, sual cümləsi götürəcəksiniz. İlk olaraq sual və nida cümləsindən ona görə başladım ki, bunları fərqləndirmək biraz rahatdır, amma nəqli cümlə ilə əmr cümləsi hər ikisində nöqtədən istifadə olunur sonunda. Buna görə onları qarışdırmamaq üçün müəyyən məqamlar var, onları izah edəcəm sizə. Əvvəlcə sual və nida cümləsini tamamlayaq. Ondan sonra digər cümlə növlərinə keçərik. Deməli, sual cümləsi. Dedik ki, sual vermək və cavab almaq məqsədi ilə istifadə olunan cümlə növləridir. Uşaqlar, sual cümləsi 3 yolla yaranır. 3 yolla. Birincisi, intonasiyanın köməyi ilə. İkincisi, sual ədatlarının köməyi ilə. Digəri isə sual əvəzliklərinin köməyi ilə.
Yadınızda qalsın. Sual intonasiyası hər zaman sual cümləsində olur. İstər sual ədatının köməyi ilə yaransın o cümlə, istər sual əvəzliyinin köməyi ilə yaransın, istər intonasiyanın köməyi ilə yaransın. Hər birinin içində sual intonasiyası onsuz da olur. Yəni, ola bilməz ki, sual cümləsini biz sual ədatı ilə yaradaq, orada sual intonasiyası olmasın. Və yaxud da sual əvəzliyi ilə yaradaq, sual intonasiyası olmasın. Elə bir şey mümkün deyil. Yəni, sual intonasiyası, sual cümləsi varsa, mütləq şəkildə var onun içində. İntonasiyanın köməyi ilə nə deməkdir? Yaranmaq. Yəni ki, burada biz sual cümləsinin içərisində nə sual əvəzliyindən istifadə eləmirik, nə də sual ədatından istifadə eləmirik. Sadəcə sual intonasiyası, yəni sözün sonunu uzadırıq biz sual cümləsində. Məsələn, deyirəm ki, sabah məktəbə gedəcəksən. Görürsüz, son hecanı uzadıram mən. Bax, buna sual intonasiyası deyirlər. Yəni, mən sözü deyəndə bunu sual intonasiyası ilə deyirəm. Sual vermək üçün istifadə edirəm. Məsələn, mən əgər bunun sonunda sual intonasiyasını işlətməsəm, səni uzatmasam, deyirəm ki, sabah məktəbə gedəcəksən. Bu formada işlətsəm, bu zaman bu sual cümləsi olmur axı. Sual cümləsindən istifadə eləmirəm mən bu zaman. Yəni, bunu mən konkret şəkildə gedəcəksən deyirəm. Məlumat vermək xarakterli cümlədir bu. Bunu da biz nəqli cümlə götürürük. Amma mən sual intonasiyasından istifadə eləyirəmsə, yəni sözün sonunda işlənən hecanı uzadıram. Uzadaraq sual cümləsi yaradıram, sual intonasiyasını yaradıram mən. Buna biz sual intonasiyası deyirik. Və gördüyünüz kimi, burada nə əvəzlikdən istifadə olunmayıb, nə sual əvəzliyindən istifadə eləməmişəm, nə də sual ədatı yoxdur cümlənin içində. Sabahdır, zərfdir, zaman zərfidir, məktəbə sözü isimdir, gedəcəksən sözü də feildir. Yəni, 3 dənə ilk hissəsindən istifadə eləmişəm burada. İçərisində nə sual ədatı yoxdur, nə sual əvəzliyi yoxdur. Bu tipli cümlələrə biz deyirik ki, yalnız sual intonasiyasının köməyi ilə yaranıb. İntonasiyası. Bu tipli cümlələrə biz deyirik, yalnız sual intonasiyasının köməyi ilə yaranmış sual cümlələri. Yəqin ki, bunu anladınız. İndi keçirik növbəti hissəyə, yəni sual ədatının köməyi ilə yaranan sual cümləsinə. Sual ədatının köməyi ilə yaranan sual cümlələrində isə uşaqlar, içərisində sual ədatından istifadə olunur. Məsələn, deyirəm ki, bəs məni aparmayacaqsan? Bəs məni aparmayacaqsan? Görürsüz, burada da sonu uzadıram. Demək ki, burada intonasiyadan istifadə olunub. Onsuz da intonasiya hər zaman olur. Eyni zamanda bəs sözü sual ədatıdır. Və yaxud da məgər, və yaxud da mımi, yəni, bunların hər biri sual ədatlarıdır. Bunları əgər cümlənin içərisində görürsünüzsə və sual cümləsidirsə, o sual işarəsi qoyulubsa, demək ki, həmin cümlə sual cümləsidir və içərisində ədatlardan, sual ədatlarından istifadə olunub. Məyər məni aparmayacaqsan? Yəni, məni aparmayacaqsan? Məni aparmayacaqsanmı? Mı. Məsələn, bundan da istifadə edə bilərik biz. Bəsdir, məgərdir, yənidir. Eyni zamanda mımi ədatıdır. Bunları biz sual cümləsinin tərkibində görürüksə, təbii ki, əvəzlik olmamaqsı şərti ilə. Əgər əvəzlik olsa, ona artıq başqa sual cümləsinin növü deyəcəyik. Bunları görürsünüzsə, ancaq görürsünüz, əvəzlik iştirak eləməyib içərisində. Sual əvəzliyi daha doğrusu, sual əvəzliyi. Əvəzlik var, mən sözü var, şəxs əvəzliyi var. Amma sual əvəzliyi yoxdur cümlənin içində. Sadəcə olaraq sual ədatından istifadə olunub. Bu cümlələrdə deyəcəyik, sual ədatı və sual intonasiyasının köməyi ilə yaranmış sual cümlələri. Daha sonra gəlirik növbəti hissəyə, yəni sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələrinə. Sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələrində isə içərisində sual əvəzliyi iştirak eləyir. Eyni zamanda yadınızda qalsın, sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələrinə biz mütləq şəkildə cavab verməliyik. Yəni, dəqiq cavab verməliyik. Sual əvəzliyi hansı suala cavab verirsə, hansı sualdırsa, o suala uyğun da biz ona cavab verməliyik. Məsələn, deyirəm ki, bura gələn kimdir? Burada görürsünüz, kim sözü işlənib, sual əvəzliyidir. Mən bu cümləyə cavab vermək istəyirəmsə, bu kim sözünə cavab verməliyəm. Bura gələn kimdir? Kim sözünə məsələn deyə bilərəm anamdır, atamdır və yaxud da dostumdur, qardaşımdır,
qohumumdur, xalam qızıdır, dayım oğludur. Bax, bu tipli insan anlayışı bildirənlər. Və yaxud da deyirəm ki, sən hansı məktəbə gedirsən? Bu tipli cümlədə də görürsüz sual cümləsidir. İçərisində hansı söz işlənib. Bunu da mən deyəcəm ki, hansı sualına cavab verən söz. Məsələn, deyirəm ki, qarşıdakı məktəbə gedəcəm və yaxud da tutaq ki, 192 saylı məktəbə gedəcəm, 201 saylı məktəbə gedəcəm, 12 saylı məktəbə gedəcəm. Yəni, konkret olaraq hansı sualı, nəyi istəyirsə, nə cavabını istəyirsə, mən həmin cavabı, o hansı sualının cavabını verməliyəm mən o cümlədə. Buna deyirik sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələri. Yadınızda qalsın. Bir də uşaqlar, o da var ki, məsələn, sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələri digər üsullarla, yəni intonasiya, yalnız intonasiya və sual ədatının köməyi ilə yaranmış sual cümlələrindən fərqlənir. Nə cəhətdən fərqlənir? Biz intonasiyanın köməyi ilə yaratdığımız sual cümlələrinə bəli, xeyr, hə, yox, bu tipli cavablar verə bilirik. Deyirəm ki, sabah məktəbə gələcəksən. Bu, intonasiyanın köməyi ilə yaranmış sual cümləsidir. Sabah gələcəksən. Gələcəksən. Burada ancaq intonasiyadan istifadə olunub. Düzdür? Zərf var cümlədə, bir də feildən istifadə olunub. Sual əvəzliyi yoxdur, sual ədatı da yoxdur. Ancaq intonasiya var. Buna mən cavab verə bilərəmmi? Hə və yaxud da yox, bəli, xeyr, əlbəttə. Bu tipli cavablar verə bilirəm mən buna. Daha sonra uşaqlar, bax, ədatın köməyi ilə yaranmış sual cümlələri də bunun kimidir. Hə, yox, bəli, xeyr, deyirəm gələcəksənmi? Bəs mənə aparmayacaqsan? Yəni, bunu bilmirdin. Yəni, bu tipli sözlər, cümlələrə biz hə, yox, bəli, xeyr, əlbəttə tipli cavablar verə bilirik. Amma sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələrinə isə bu cavabları verə bilmirik biz. Biz məcburuq ki, sual əvəzliyi hansı sualı istəyirsə, hansı cavabı istəyirsə bizdən həmin cavabı verək ona. Deyirəm ki, bura gələn kimdir? Mən buna hə, yox, bəli, xeyr cavabı verə bilirəm. Xeyr, mən konkret insan adı deməliyəm mən burada. Yəni, bu kimdir sualına cavab verməliyəm. Və yaxud da hansı məktəbə gedəcəksən? Hansı sualına cavab verməliyəm mən burada? Yəni, konkret hə, yox, bəli, xeyr sözündən istifadə edə bilmirəm. Bu tipli cümlələr isə bu cür də yadda saxlaya bilərsiniz. Sual əvəzliyinin köməyi ilə yaranmış sual cümlələrini ki, necə eləyirik? Sual əvəzliyinin köməyi ilə yaranan sual cümlələrinə konkret cavablar verməliyik. Yəni, həmin sual əvəzliyi hansı cavabı istəyirsə bizdən, ona uyğun cavab verməliyik. Amma yerdə qalan intonasiya və sual ədatının köməyi ilə yaranmış sual cümlələrində isə bu hal olmur. Bir də uşaqlar, ola bilər ki, sual əvəzliyinin, sual ədatının və sual intonasiyasının üçü də cümlənin yaranmasında, sual cümləsinin yaranmasında iştirak eləyir. Deyirəm ki, bəs sən kimi gözləyirsən? Görürsünüz, burada həm intonasiya var, onsuz intonasiya hamısında var. Üçü də işlənib. Həm kimi sözü var, kimi gözləyirsən? Deyirəm ki, hamını, hər kəsi və yaxud da heç kimi. Eyni zamanda bəs sözü də işlənib. Bəs sözü də sual əvəzliyidir. Daha doğrusu sual ədatıdır. Hər ikisi işlənib burada, hər üçü daha doğrusu. Bax, kimi sözü sual əvəzliyi, bəs sual ədatı. Eyni zamanda sonda da uzatmanı eləyirik biz sözün sonunda. Bu da olur bizim sual cümləmizin intonasiyası, sual intonasiyası. Bunların hər biri işlənib. Bunların hər üçü işlənirsə sual cümləsinin yaranmasında. Buna biz deyirik kompleks. Kompleks sual cümlələri. Sual cümlələri. Yəni, kompleks nə deməkdir? Yəni, bütün sual cümləsinin yaranmasında nələr iştirak edirsə, hamısı var. Hamısından ibarətdir bu sual cümləsi. Ona görə biz buna kompleks sual cümlələri deyirik. Daha sonra uşaqlar, keçirik növbəti cümləmiz olan nida cümləsinə. Yəqin ki, sual cümləsi haqqında bu qədər məlumat sizə kifayətdir. İndi başlayırıq. Bir dəqiqə. Nida cümləsinə. Nida cümləsi. Dedik ki, nida cümləsi yüksək hiss həyəcanla deyilir və sonunda da nida işarəsi qoyulur.
Nida cümlələrinin içərisində uşaqlar nidalar işlənə də bilər. Nitq hissəsi olan, köməkçilik hissəsi olan nidalar işlənə də bilər. İşlənməyə də bilər. Yəni şərt deyil ki, nida cümləsinin içərisində nidalar işlənsin. Məsələn, deyirəm ki, tutaq ki, uzun zamandır görmədiyiniz bir qohumunuz, tanışınız, çox sevdiyiniz bir insan sizə qonaq gəlib. Deyirsən, gəldin. Yüksək hisslə, yüksək heyecanla, yüksək sevinclə bunu deyirsən. Bu olur bizim nida cümləmiz. Yəni içərisində nidadan istifadə olunmuyor. Nitq hissəsi olan nidalardan istifadə olunmuyor. Amma nidadan da istifadə edə bilərik. Məsələn, deyirəm ki, vay vay. Nə yaman pis gündür. Burada qorxu ifadə edən, qorxu məzmunu ifadə edən nida işlənib. Eyni zamanda cümləmiz özü də pis məzmunu ifadə eləyir və qorxu hissi ilə, həyəcanla bunu deyirik deyə sonunda nida işarəsini qoyuram. İçərisində vay-vay nidası işlənib. Nitq hissəsi olaraq nida. Yəni, şərt deyil ki, nida işlənsin, amma cümlənin sonunda mütləq şəkildə nida işarəsi qoyulmalıdır ki, biz bilək ki, bu cümlə nida cümləsidir. Yadınızda qalsın. Bir də uşaqlar, biz cümlənin bütün növlərini istər nəqli cümlə olsun, istər əmr cümləsi olsun, istər sual cümləsi olsun. Bunların hər birini biz nida cümləsinə çevirə bilərik. Sual cümləsidir. Mən onu yüksək intonasiya ilə deyirəmsə, yüksək hiss həyəcanla deyirəmsə, bunu çevirəcəm, olacaq nida cümləsi. Amma cümlənin sonunda sual işarəsi, arxasınca da nida işarəsi görürsünüzsə, bax, bunu diqqət eləyin. Cümlənin sonunda həm sual, həm nida işarəsi varsa, ən sonuncu hansı işarə işlənib? Nida işarəsi. Demək ki, bu cümlə nida cümləsi olacaq. Yadınızda qalsın. Bu, onu bildirir ki, bu cümlə sual cümləsidir. Sadəcə olaraq sual cümləsini yüksək hisslə, həyəcanla demişəm, çevirmişəm nida cümləsini onu. Yəni, nida cümləsi olub. Sonda nida cümləsidir. Bütün cümlə məqsəd və intonasiyaya görə cümlənin bütün növlərini nida cümlələrinə çevirmək olur. Yadınızda qalsın bu. Belə. Bəzən də elə sözlər olur ki, elə cümlələr olur ki, biz onu adi vəziyyətdə deyə bilirik. Adi vəziyyətdə işlədəndə, məsələn, əgər işarə yoxdursa arxasında, gələcəksən məsələn, gələcəksən. Bunu mən nöqtə ilə də işlədə bilərəm. Bunu mən sual işarəsi ilə də işlədə bilərəm, sual cümləsinə də çevirə bilərəm. Və yaxud da nida ilə də işlədə bilərəm. Hər üç kimi işlədə bilirəm. Amma baxır intonasiyaya. Gələcəksən deyirəm. Bunu artıq mən acaq-acaq şəkilçisi var, zaman şəkilçisi var deyə bunu götürəcəm nəqli cümlə. Daha sonra deyirəm ki, gələcəksən. Görürsünüz, sual intonasiyasından istifadə elədim mən burada. Çevirdim sual cümləsinə bunu. Bir də deyirəm ki, gələcəksən, gələcəksən. Həyəcanla deyirəm bunu. Həyəcanlı şəkildə də istifadə eləyəndə nida cümləsinə çevirirəm. Yəni, elə cümlələr var ki, durğu işarəsi olmadan, durğu işarəsindən istifadə olunmadan biz onları müxtəlif cümlə növləri kimi götürə bilərik. Baxır o sözün deyilişinə, cümlənin deyiliş qaydasına. Yəni, əgər sual intonasiyası ilə deyəcəmsə, sual cümləsinə çevriləcək. Yox, adi intonasiya ilə deyəcəmsə, məlumat intonasiyası ilə deyəcəmsə, olacaq nəqli cümlə və yaxud da əmr cümləsi. Eyni zamanda, təbii ki, əmr intonasiyasından istifadə etsəm olacaq əmr cümləsi. Eyni zamanda, əgər mən onu yüksək hiss həyəcanla deyəcəmsə, olacaq nida cümləsi. Növbəti hissəmiz, uşaqlar, daha doğrusu əmr cümləsi ilə nəqli cümlə olacaq. Birinci nəqli cümlədən danışaq. Nəqli cümlə. Nəqli cümlələr məlumat vermək məqsədi ilə istifadə olunur. Məlumat vermək. Nəqli cümlələrin xəbəri, xəbər. Həm ismi ola bilir, ismi. Həm də feili xəbər ola bilir. Yadınızda qalsın ki, ismi xəbər olan bütün cümlələri məlumat vermək xarakteri varsa təbii ki. Əgər məlumat vermək məsələsi varsa cümlədə və ismi xəbərlidirsə bu cümlə, nöqtə qoyulubsa sonunda, mən o cümlələrin hamısını nəqli cümlə götürəcəm. Əmr cümləsi ilə bunu qarışdırmayın. Əmr cümləsinin xəbəri uşaqlar ancaq cümləsi. Əmr cümləsinin xəbəri ancaq feil olur.
ancaq feili xəbərli olur. Yəni ismi xəbərli bir dənə də olsun nəqli cümlə tapa bilməzsiniz. Əmr cümləsi tapa bilməzsiniz. Ancaq feili xəbərli olacaq. Niyə biz feili xəbərli götürürük bunu? Çünki əmr cümlələri xəbərin üzərinə şəxs sonluğu artırmaqla yaranır. Sonu feilin əmr şəklində olur. Xəbəri feilin əmr şəklində olur. Məsələn, deyirəm ki, sabah gedim. Bax, burada xəbər görürsünüz, feillə ifadə olunub, feil xəbərdir. Getmək sözün köküdür, ümumi şəkilçisi də şəxs sonluğudur. Yəni, bunlarda şəxs sonluğundan istifadə olunur. Zaman şəkilçisi olmayacaq. Ümumiyyətlə, zaman şəkilçisindən istifadə olunmur. Daha sonra digər şəkillərin şəkilçiləri istifadə olunmayacaq burada. Digər şəkillərin şəkilçiləridir, zaman şəkilçiləridir olduğu halda xəbərin üstündə, feil xəbərin üstündə siz onu götürəcəksiniz nəqli cümlə. Yalnız nəqli cümlə götürəcəksiniz. Məsələn, deyirəm ki, gedəcəm. Və yaxud da deyirəm ki, gedəcəksən. Və yaxud da deyirəm ki, getməlidir. Bunların hər birində şəkilçilər, bax, dırdır şəkilçisi malı məli şəkilçisindən sonra artırılıb. Vacib şəklin şəkilçisindən. M şəkilçisi, bunu daha doğrusu gedəcəyəm formasında yazmaq daha məqsədə uyğundur. Gedəcəyəm. Belə bu formada. Görürsünüz, get sözün köküdür. Acaq-əcək şəkilçisi var. Zaman şəkilçisi, aməm şəkilçisi də şəxs sonluğudur. Burada da getməkdən acaq-əcək şəkilçisi işlənib. Zaman şəkilçisi, sansən şəkilçisi də şəxs sonluğudur. Yəni, bunların əvvəlində, bu şəxs sonluqlarının əvvəlində zaman şəkilçiləri işlənib. Sonra başqa şəklin şəkilçisi işlənib. Bunların hamısını siz götürəcəksiniz nəqli cümlə. Eyni zamanda ismi xəbərli nəqli cümlələr də olur. İsmi xəbərli cümlələri də biz demişdik ki, feildən başqa digər nitq hissəsi ilə ifadə olunan bütün xəbərləri biz ismi xəbər götürürük. Eyni zamanda feil ola bilər, feilin təsriflənməyən forması. Bunu da biz ismi xəbərli cümlələr götürürük. Yəni belə, əslində çətin deyil. Bir dənə əmr cümləsini yadınıza saxlayın ki, əmr cümləsinin xəbəri, bunların hər ikisində sonda axı nöqtə qoyulur. Qarışdırmamaq üçün deyirəm bunu. Sonunda nöqtə qoyulur. Nöqtə qoyulduğuna görə əmr cümləsi ilə nəqli cümləni biraz qarışdırırlar. Amma yadınızda qalsın, əmr cümləsində xəbər kökdən ola bilər ki, inkar şəkilçisi də olsun. İnkar şəkilçisi maksimum ola bilər. Bir də şəxs sonluğundan ibarət olur. Qrammatik şəxs sonluğu. Yəni, digər şəkilçini siz gördünüzsə, artıq siz onu əmr cümləsi kimi götürməyəcəksiniz. Şəxs sonluğu olmalıdır mütləq şəkildə. Eyni zamanda şəxs sonluğundan başqa bir dənə ola bilər ki, kökdən sonra qrammatik şəkilçilər içərisində inkar şəkilçisi işlənsin sözün üstündə. Bu zaman siz onu götürəcəksiniz əmr cümləsi. Bu qədər uşaqlar, dərsimiz bu qədər. Ümid eləyirəm ki, bu cümlələrin növlərini, məqsəd və intonasiyaya görə cümlənin növlərini tam şəkildə başa düşdünüz. Başa düşmədiyiniz hansısa məqam olsa, şərh bölməsində yaza bilərsiniz. Sağ olun, hələlik.